Masazır qəsəbəsində gözəl bir həyət evi göstərirəm. 569 nömrəli avtobusa yaxın. Gözəl həyət evidir, kupçalıdır, yerdən kürsülü. Evdə yaşayış olmayıb, təmiri yenidir. Əl qapısı ayrı, pult qapısı ayrı, qaz, su, işıq və kanalizasiya var. Yeri hündürdür. Masazır qəsəbəsinə Hakim Abbasov küçəsində 569 nömrəli avtobusa çox yaxındır. Burada ikinci mərtəbə qalxan pilləkən. Pilləkən beton üstü mərmərdir. Evin qiyməti endirilib. Qiymət endirilib olub 132 min manat. 132 min manata deyilir, endirim olunacaq. Biraz da nağd satılır. Burada qoşa qapıdır. Qoşa qapının arxasında bizdə qonaq otağıdır. Qonaq otağını tam şəkildə sizə göstəreyim. Tam təmir. Təmiri əla. Dərhal alıb keçmək mümkündür. Və burada bizdə hamam otağı. Kanalımıza keçid edə bilərsiniz. Digər həyət evlərimiz də var. Nəzər salıb baxa bilərsiniz. Evin ümumi otaq sayı 5'dir. Birinci mərtəbədə yataq otağı var. Bu çox gözəl bir üstünlük təşkil edir. Ən çox da ailəsində uşağı olan və yaxud da ki, yaşlı bir valideyn olan üçün çox əladır. İkinci mərtəbəyə qalxmadan birinci mərtəbədə olan yataq otağından istifadə etmək üçün. Mətbəxədəki göz qabağında döşəmə qranit, istipol və keçək evin arxasını göstərim. Bu evə aid olan evin arxasıdır. Kombi çıxış xəttidir. Sona qədər düz daşla tikilib, mərtəbə arası monolit beton. Keyfiyyətə üstünlük verilib ən əsas. Və qalxaq ikinci mərtəbəni göstərəcəm. Son dəfə məlumat verib. Burada yataq otağı, qonaq otağı, daha doğrusu qonaq otağı buradadır. Mətbəx və hamam otağıdır. Pilləkənin altında lazım olsa gələcəkdə burada əl damı üçün belə bir yer düzəltmək olar və qalxaq yuxarı. İkinci mərtəbə qalxmışıq. Qiymət bir daha vurğulayım. 132 min manat endirilibdir qiyməti. Biraz da endirim olunacaq. Nağd satılır, yeri gözəl hündürdür. Yaxınında 6 nömrəli məktəb də var. Kanalımıza keçid eləsəz, digər evlərimizə baxa bilərsiniz. Həyət evlərimiz var, mənzillərimiz var. Satışda hamısı nağd satılır. Az halda olar ki, bizdə kreditlə həyət evi olar. Olanda da elanda gedir. Hal-hazırda yoxumuzdur. Burada bizdə ikinci yataq otağıdır. Bu da yuxarıda olan üçüncü yataq otağı. Evin ümumi 4 ədəd yataq otağı var. 4 ədəd. Və bu da ikinci mərtəbə hamam otağı. Qaçırmağına dəyməz. Alana satan Allah yerin versin. Sonra dilərim, təşəkkür edirəm.